Azərbaycanda daha bir tələbə dəm qazının qurbanı olub. Doğru xəbər Azərbaycan Unikalı istinadən xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisasının bakalavr məzunu, Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistr tələbəsi Toğrul Verdiyev dəm qazından boğularaq dünyasını dəyişib. Allah rəhmət eləsin. Gəncə şəhərində də dəm qazından zəhərlənmə olub. Unikalın məlumatına görə hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal yeniyetmə qıza yardım edilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə Səfərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib, baş vermiş faktla bağlı araşdırma davam etdirilir.